Nəyə sərmayə qoysam daha çox qazana bilərəm? Bu sual daim aktuallığını qoruyur. Məsələ burasındadır ki, məbləğindən asılı olmayaraq yığımın investisiyaya çevrilməsi vasitələri inflyasiyadan qorumaqla yanaşı gəlir də vəd edir. News 24 az Qafqaz Info də xəbər verir ki, bu baxımdan bir neçə ildir gözə çarpan qiymət artımlarının olduğu daşınmaz əmlak sektoru, xüsusilə mənzillər diqqət cəlb edir. Belə ki, rəsmi statistikaya görə təkcə 2024-cü ildə ölkədə mənzillərin qiyməti əvvəlki illə müqayisədə 10%-ə yaxın artıb. 2025-ci ilin birinci rübündə isə qiymət artımı illik müqayisədə 14,4% yüksəlib. Ümumilikdə 2020-ci ilin sonundan 2024-cü ilin eyni dövrünə qədərki müddətdə mənzillərin qiymətində orta hesabla 32,4% artım olub. Bu deməkdir ki, mənzillərə edilən yatırım sahiblərinə sözü gedən dövrdə orta hesabla qeyd edilən səviyyədə gəlir gətirib. Mənzili alıb kiraya verənlər isə şübhəsiz ki, daha çox gəlir əldə ediblər. Əhalinin pasiv gəlir əldə etmələri üçün ən çox üz tutduğu daha bir vasitə isə bank əmanətlərdir. Hazırda banka manatla əmanət yerləşdirməklə illik 12%-də gəlir əldə etmək olar. Məsələn, 100.000 manatı illik 12%-lə banka qoyan şəxs 12 aydan sonra 12.000 manat gəlir əldə etmiş olar.